Biz hələ də alqoritmlərdən asılıyıq. Texnogen sivilizasiya bizim düşündüyümüz azadlığı bizim üçün verir, ancaq alqoritmlər daxilində. Ancaq medianın tələb etdiyi təkliflər daxilində. İnsanlar üçün empatiyanın mahiyyəti yoxdur. İnsanlar üçün fərdlərin mahiyyəti var. Həqiqət içində həqiqət axtarırlar. Alqoritmin texnikanın yaratdığı yeni həqiqət mövcud olur. 10 il sonra sivilizasiyanın yaratdığı yeni şəraitdə hansı həqiqət şəklində xarakterizə olunacağı bəlli olmur. Robotlar yaradılanda məqsədlər nədən ibarət idi? Robotlar yaradılanda məqsəd o idi ki, bugün robotlar insanlarla birdə səhnədə rəqs eləsin. Amerikanın bəzi ştatlarında məhkəmə qərarlarını süni intellektlər icra eləyirlər. Ana öz övladının əlindən təhlükəli silahı aldığı kimi təbiət də insanların əlindən texnikanı almağa çalışır. Demək olmaz ki, süni intellekt texnika nəyəsə ləğv edəcək, sadəcə daha yenisini yaratmalıdır. Salam dostlar, Füyuzat televiziyasında mən Tural İsmayılovun təqdimatında arxa plan verilişinin şənbə buraxılışını izləyirsiniz. Bugün biz yenə fəlsəfə dolu bir söhbət aparacağıq və maraqlı məsələlərə toxunacağıq. Özəlliklə elmin, texnikanın imkanlarının genişlənməsi, müsbət dəyişikliklərlə yanaşı bəzi spekulativ müzakirələrə də səbəb olur və bu baxımdan bugün texnogen sivilizasiya haqqında maraqlı bir müzakirə aparacağıq və arxa planda mənim qonağım tanınmış sosioloq, fəlsəfəşünas Rəvan Əliyevdir. Rəvan bəy, xoş gəlmisiniz. Xoş gördük. Rəvan bəy, texnogen sivilizasiyasını araşdırdığınız, təbii ki, siz fəlsəfə ilə, sosiologiya ilə məşğulsunuz və bir neçə ixtisasda təhsil almısınız və bu baxımdan o geniş spektrli tədqiqatlarınız var və digər verilişlərdə biz ayrı-ayrı bu mövzulara toxunarıq, amma bugün ilk dəfə qonaq olursunuz, elə istədim, hamıya da maraqlı olduğu üçün. Birinci mövzumuz texnogen sivilizasiya olsun. Əvvəlcə, texnogen sivilizasiya deyəndə biz nə başa düşməliyik və texnogen sivilizasiya insanı daha azad edir, yoxsa yeni asıllıq formalarına məhkum edir? Təşəkkür edirəm Tural bəy. Bilirsiniz, bizim hal-hazırda burada oturub bunu müzakirə eləmək üçün yaradılan şərait özü texnogen sivilizasiyanın yaratdığı şəraitdir. Biz bu texnogen sivilizasiyaya hələ geniş tərif ümumiyyətlə verilməyib. Amma mahiyyət etibarilə əgər biz baxsaq ki, buna azadlıq prizmasından yanaşırıq, əslində texnogen sivilizasiya bizim düşündüyümüz azadlığı bizim üçün verir, ancaq alqoritmlər daxilində. Ancaq medianın tələb etdiyi təkliflər daxilində. Toynbee'nin bir yaxşı fikri var idi. Deyir, çağırış mexanizmi var, cavab mexanizmi olmalıdır. Çağırış odur ki, cəmiyyətdə müvafiq problemlər varsa, texnologiya ilə bağlı və yaxud da ki, iqtisadiyyatdan bağlı bunun cavab mexanizmi ilə texnologiyanın yaratdığı şərait olmalıdır. Və bu baxımdan, bu prizmadan texnogen sivilizasiyanın şərhi daha çox situativ xarakter daşıyır. Yəni, biz 10 il sonra ona daha başqa tərif verə bilərik. Və yaxud da ki, azadlıq anlayışı bizim üçün nədən ibarətdir? Alqoritmlərdən mi ibarətdir, yoxsa kompüterdən də daha yüksək inkişaf səviyyəsinə malik olan texnikanın yaratdığı şəraitdə meydana gələcək? Bu baxımdan texnogen sivilizasiya mahiyyət etibarı ilə azadlıq anlayışını tam şərh eləyə bilmir. Çünki biz hələ də alqoritmlərdən asılıyıq. Lap 100 il əvvəl olsa da, kompüterlər yaranmamışdan əvvəldə müəyyən azadlıq anlayışı yenə də alqoritmlər daxilində müəyyən olunurdu. Çünki hesablama maşınları gələndə hamı düşündü ki, daha geniş imkanlara malik olacaqlar, amma bir imkan, bir fayda təbii ki, nəyinsə məhv olması yolunda baş verdi. Bizim də azadlığımız hal-hazırda məhz alqoritm daxilində şərtləndirilir. Sosial mediadır və bunun yaratdığı digər imkanlar. Ancaq bunun daxilində biz azadlıq anlayışını şərh eləyə bilirik. Bəs texnogen sivilizasiyada həqiqət anlayışı? Məşhur bir dənə əsərlərdən biri var. Həqiqət içində həqiqət axtarırlar. Bu Baudrillard'ın bir əsəri var. Deyir, media bizim üçün o qədər daha həqiqətləri irəli sürür ki, biz onun yanlış və doğru olduğunu müəyyən edə bilmirik. Bəs bu niyə belə olur? Əslində bu mediadan irəli gələn məsələ deyil. Bu sivilizasiyanın yaratdığı məsələdir. Baudrillard da belə qeyd edirdi ki, insanlar bir simulyasiya daxilində yaşayırlar. Bu simulyasiya daxilində alqoritmin texnikanın yaratdığı yeni həqiqət mövcud olur. Yəni, biz axtarırıq ki, bu həqiqətdir ya yox. Ancaq sivilizasiya deyir ki, bəli, bu əslində həqiqətdir. Ancaq bunun 10 il sonra sivilizasiyanın yaratdığı yeni şəraitdə hansı həqiqət şəklində xarakterizə olunacağı bəlli olmur. Ancaq məsələ bundan ibarətdir ki, Baudrillard da fikirləşirdi ki, simulyasiya daxilində, yəni
texnika, süni intellekt bunlar hamısı bizim üçün əvvəlcədən yaradılmış bir cəmiyyətdir. Biz bunu özümüz yaratmamışıq. Bizdən illər əvvəl yaradılıb. Hətta Baudrillard deyirdi ki, əgər nəzərə alsaq ki, insanlar daha yüksək səviyyədə inkişaf eləmiş intellektə malikdirlər. Onda siz təsəvvür edin ki, deyir ki, bəlkə 1000 il əvvəldən bizim planımız cızılıb ki, biz indiki səviyyəyə inkişaf eləyək. Hətta Baudrillard deyir ki, biz ən yüksək səviyyədə inkişaf eləmiş robotlarıq. Yəni biz artıq robot şəklində xarakterizə eləyirlər. Deməli bu təqdirdə həqiqət anlayışı artıq insanın prizmasından çıxır. Artıq texnika prizmasında şərh olunur. Robotların həqiqəti, süni intellekt həqiqəti qəbul olunan ideya dəyişir. Və təbii ki, biz görürük ki, medianın imkanlarının genişlənməsi Rəvan bəy bəzi xoşagəlməz situasiyalara səbəb olur. Yəni sosial medialarda ümumiyyətlə primitiv məqamların dəyər kimi sanki cəmiyyətə transformasiya edilməyə çalışıldığını görürük. Əlbəttə hüquq mühafizə orqanları mübarizə aparır, maarifçilərimiz mübarizə aparırlar. O baxımdan cəmiyyət olaraq sizcə biz texnogen sivilizasiyaya mədəni baxımdan hazırıqmı? Baxın, sivilizasiya daxilində formalaşan texnogen sivilizasiya məfhumunun özü bir asılqandır. Yəni nədir? Bu anlayışı şərh eləmək üçün təkcə bizim biliklərimiz kifayət eləmir. Nə də dünya görüş kifayət eləmir. Elə götürək medianın özündən. İndi xəbərlərin böyük əksəriyyəti, hətta Avropada elə saytlar var ki, onlar üçün artıq jurnalistlərə ehtiyac yoxdur. Onlar süni intellektdən databaz əsasında sinxronlaşdırılmış məlumat verirlər və databaz əsasında verilən məlumatı da süni intellekt sayta yerləşdirir. Və burada hər hansı bir redaktor müdaxiləsinə də ehtiyac qalmır və məlumat ötürülür. Və belə olan təqdirdə məlum məsələ databaz əsasında qərar verən süni intellektin verdiyi qərarlar hər zaman doğru olmur. Mən bir nümunə çəkim. Amerikanın bəzi ştatlarında məhkəmə qərarlarını süni intellektlər icra eləyirlər. Və süni intellekt o qərarı icra eləyəndə və o xəbəri yayanda ən çox qaradərlilərin olduğu məkanlardakı cinayətkarların çox olduğunu göstərir. Bu elə deyil, o necə olur? Databazada vaxtı ilə toplanılmış cinayətlərin böyük əksəriyyəti qaradərlilərdən ibarət olduğu üçün süni intellekt o qərarı çıxarır. Və onu da artıq baza kimi elə xəbər saytlarına da ötürür, yəni saytların özündə. Belə olan təqdirdə artıq bu təbii ki, Azərbaycan prizmasında deyil, ümumiyyətlə dünya prizmasında şərh eləyirəm və belə olan təqdirdə artıq qəbul olunur ki, süni intellektin verdiyi məlumatların həqiqiliyinə və onun verdiyi mediaya ötürdüyü məlumatların həqiqiliyinə şübhə ilə yanaşmaq lazımdır. Düzünü qəbul etsək ki, bugün elə saytlar var ki, orada yazılan xəbərlərin böyük əksəriyyəti elə əgər plagiat proqramı ilə yoxlanışa versək, görərək ki, süni intellektdən yazılıb. O baxımdan artıq bu məlumatların dəyər prizmasından ölçülməsi, həqiqi və yaxud da ki, yanlış olması artıq biraz inzibati tənzimləmək məsələsinə məcburdur. Yəni əslində qəbul edir ki, dünyada süni intellektin məlumatlarını qanunla qadağan etməyək, süni intellekt imkanlarını genişləndirək, amma bu artıq son 1-2 il ərzində nə etdilər? Dünyanın ən məşhur ekspertləri yığıldı, qərar qəbul etdi ki, yox, biz qəbul edirik ki, süni intellekt var və biz onun imkanlarını istifadə edirik, ancaq o halda ki, gəlin qəbul edək ki, bunun müəyyən sərhədləri olmalıdır. Və bu sərhədlər elə medianın özündə artıq müəyyən olunmalıdır. Qanuna əlavə olunur. Süni intellekt strategiyası hazırlanır. Cənab Prezident tərəfindən bilinir. Və bunların hamısı öz axarına düşməlidir. Bilirsiniz, bayaq dediyim çağırış-cavab mexanizmi. Çağırış var, süni intellektin imkanları var. Cavab mexanizmi nə olmalıdır? Süni intellekt strategiyası və qanunlar, qərarlar. Bunlar hamısı həm medianı, həm də ki, digər mənada mövcud sivilizasiya anlayışının konturlarını cızmağa imkan verən, belə deyək də, sərhədlər yaradır. Rəvan bəy, bilirsiniz ki, texnologiyanın müsbət tərəfləri ilə yanaşı, həmişə onun neqativ tərəflərini də vurğulayırlar və qeyd olunur ki, texnoloji inkişaf insanlar arasındakı həmrəylik və empatiya duyğusunu azaldır. Bu fikirlə nə qədər razısınız? Biraz 3 mərhələli bir sual olacaq, geniş cavablandırmağınızı rica edəcəm. Əgər doğrudan texnologiya empatiya hissini azaldırsa, onda dünyadakı bütün cəmiyyətlərin gələcəyi necə olacaq və bütün bu virtual dostluqlar, onlayn aqressiya və s. bunlar doğrudan da həqiqi hissləri və real həyatdakı o insan münasibətlərini necə deformasiyaya uğradır? Çox yaxşı, çox aydın bir məsələdir. Mən bir dənə sizə nümunə çəkim. Bu empatiyadır, bu insan psixologiyası, insan davranışı, behaviorizm, hamısı bunlar nədir? Təbiətin bizə bəxş elədiyi ən ümdə nemətlərdir.
və texnika gəlir, nə baş verir ortaya? Jean-Jacques Rousseau'nun belə bir fikri var idi. Mən onu xatırlayım, dəqiq sizə qeyd edeyim. Jean-Jacques Rousseau qeyd edirdi ki, insanların əlindən necə ki ana öz övladının əlindən təhlükəli silahı aldığı kimi, təbiət də insanların əlindən texnikanı almağa çalışırdı. Təbiət hər vəcihlə texnika yaradıldıqca ona qarşı mübarizədə insanlara kömək olurdu. Ancaq təbiət artıq bunu bacarmadı. Kimyanın yaxşı bir prinsipi var, La Chatelier. Bir tarazlıq vəziyyətində olan sistemə başqa bir sistem təsir edəndə ya onu məhv etməlidir, ya özünə uyğunlaşdırmalıdır. Bax budur, empatiyadır, hamısıdır, virtual şəraitdə yenilənir. Biz deyə bilmərik ki, tamamilə empatiyanın qarşısı alınır. Sadəcə mahiyyətini dəyişir. Heidegger də yaxşı deyirdi. Deyir ki, texnika əlimizdə olan bütün vasitələrin sadəcə formasını və mahiyyətini dəyişə bilər. Onların heç birini ləğv eləyə bilməz. Əslində, belə baxanda empatiya daha virtual səviyyəyə keçib. Məsələ ondan ibarətdir ki, bu gələcəyə necə təsir eləyəcək? Bu artıq insanlar üçün empatiya məsələsi virtual aləmdə elə asılqa kimi qalıb. Məsələn, deyirlər ki, qərb ölkələri fərdin inkişafına fikir verirdi. Hər kəs fərdidir. Mən varam, o var. Bizim birlikdə yaşamamız üçün bir mahiyyət yoxdur. Amma şərqdə belə deyil. Şərq hamı üçün çalışırdı. Amma məsələ budur ki, texnogen sivilizasiyanı inkişaf etdirən elə qərbin özü olmuşdu. Fərdlərə fikir verirdilər və qərb inkişaf eləyirdi və texnologiya yaranırdı. Deməli, məsələ nədən ibarətdir? Artıq insanlar üçün empatiyanın mahiyyəti yoxdur. İnsanlar üçün fərdlərin mahiyyəti var. Mənim üçün maraqlı deyil ki, qarşı tərəf özümü onun yerinə qoyum, onun üçün fikirləşim. Mənim üçün fərdi inkişafı maraqlıdır. Texnogen sivilizasiya da fərdi inkişafa üstünlük verir. O artıq cəmiyyətin inkişafı şəraitində irəliyə bilmir. Məsələn, ərəb cəmiyyətləri nətər həmrəy cəmiyyətləri idi. Təsəvvür edin ki, ərəb cəmiyyətlərinin həmrəyliyi, qəbilə tayfa münasibətlərindən formalaşan həmrəylik, burada var idi empatiya, daxili qəbilə münasibətləri hamısı texnogen inkişafa şərait yaratmamışdı. Qərbin təsirindən sonra Əbu Dabidir, Dubaydır, inkişaf eləməyə başladı. Hamısı qərbin təsirlərindən sonra. O baxımdan artıq forma dəyişir. Empatiyanın anlayışı daha belə deyək, cəmiyyət kontekstinə keçir. Fərdi kontekstdən demək olar çıxır. Və məsələ ondan ibarətdir ki, artıq virtual şəraitin yaranması o deməkdir ki, insanlar gələcək üçün özünə daha yeni konturlar cızır. İnsanlar üçün empatiyanın mahiyyətindən daha çox onların 10 gün sonra nə edə biləcəkləri maraqlıdır. Mən bugün kimləsə virtual əlaqədə məsələn söhbət eləyirəm. Mənim üçün maraqlıdır. Latent məqsədlərim var. Mən 2 gün sonra bundan nə əldə edəcəyəm və yaxud da ki, bununla mənim tanışdığım hansı səviyyədə mənə kömək olacaq. Artıq empatiya bu səviyyəyə gəlib çatıb. Amma virtual kontekstdə. Biz təbii ki, ənənəvi empatiyada bunu fikirləşmirik. Orada insanın davranışına fikir veririk, danışığına fikir veririk. Amma virtualda bunun üçün ehtiyac yoxdur. Virtualda latent məqsədlər var. Mən onunla niyə əlaqə saxlayıram? Mən ondan nə qazanacağam? Mən onunla hansı daha yaxşı imkanlar əldə edəcəyəm və məqsədlərim nə ola bilər? Amma təbii ki, biz bunu real empatiyada görmürük. Real empatiyada məsələ odur ki, biz həqiqətən də emosiyalarımızı ortaya qoya bilirik psixoloji olaraq. Və Rəvan bəy, bu süni intellektlə bağlı bilirsiniz, daha çox həyəcan təbili çalınır. İndi bunun real elmi əsasının olmadığını da söyləyirlər, amma daha çox fəlsəfəşünaslar, filosofların belə bir qənaəti var ki, gələcəyin dünyasında süni intellekt özəlliklə media sahəsindəki peşələr üçün ciddi bir təhdid yaradacaq. Texnogen sivilizasiyanın 20-30 il sonrasında iş və peşə anlayışı necə dəyişəcək sizcə? Tural bəy, mən ilk dəfədir ki, sizin bu proqramda iştirak elədiyim, bu açıqlamanı sizə verirəm. O baxımdan ki, bunu sadəcə məqalələrimizdə bildirmişik. Böyük əksəriyyət filosoflar deyir ki, və sosioloqlar olsun, elm mütəxəssisləri olsun, süni intellekt yeni vəzifələr yaratmır. Daha çox vəzifələri sıradan çıxaracaq, yeni vəzifələr yaradacaq. Mən sizə bir dənə haşiyə ilə nümunə çəkirəm. Deməli, çap mətbəəsi yarananda 1600-1700-cü illərdə məqsəd nə idi? Xristianlığın müqəddəs kitabı İncili yaymaq idi. Amma onlar düşünürdülər ki, İncil yayılandan sonra bəzi vəzifələr sıradan çıxacaq. Əksinə nə baş verdi? Yeni vəzifələr yarandı. Yeni vəzifələr yarandı. İncil kitabı sıradan çıxmadı. İncil kitabının gətirdiyi ideyalar yeniləndi. indulgensiya, cənnət qəbzi satılmaq aradan çıxdı. Əlavə olaraq nə baş verdi? Müəllimlər təbəqəsi meydana gəldi. Çap mətbəəsi müəllimlər təbəqəsini meydana gətirib. O demək deyildi ki, düşünülən nəqsi oldu və düşünülən özü oldu. Onlar düşünmədiklərini irəli sürə bildilər. Vəzifələr dəyişdi. Tamamilə məhv olmadı. O baxımdan süni intellekt vəzifələri yalnız dəyişə bilər. Süni intellekt tam yeni vəzifələr yaratsa belə yenə də asılqan vəzifələr olacaq. Məsələn, biz deyirik ki, süni intellekt nə yarada bilər?
sosial media meneceri yaratdı, düzdür? Bəli. Bu vəzifə var idi 10 il əvvəl. Bu bir ixtisas olaraq var idi, yox idi. Amma nədir? Menecer ixtisasının ardıdır. Sosial media bir nümunədir sadəcə. Deməli süni intellekt hər hansı bir süni intellekt olmasın, texnogen sivilizasiya qarşısında bir müəyyən məqsəd kimi qoymur ki, mən onları aradan çıxardacağam, daha yeni forma yaratmalıdır. Çünki texnogen sivilizasiyanın inkişaf tarixinə baxanda görürsən, hamısı yeni formala yaranır. Məsələn, bir dənə də nümunə deyim. İnternet yayıldı. Dünyanın 1.5 milyard əhalisi demək olar internetdən məhrumdur. Və kompüter yayıldı nə qədər müddətə? 100-120 il ərzində dünyaya yayıldı. Amma internet, süni intellekt çıxandan 8-10 il ərzində dünyaya yayılmış. Bu statistikada bu göstəricisi var. Deməli, daha sürətli gedir və insanlar o sürətə çata bilmir. O baxımdan demək olmaz ki, süni intellekt texnika nəyəsə ləğv edəcək. Sadəcə daha yenisini yaratmalıdır. Necə ki, insanın daha yenisini yaradır, bu vücud geniş tədqiqat mövzusudur. Və bir məqamı da vurğulamaq istəyirəm. Bildiyimiz kimi gen redaktəsi, sonra beyin kompüter interfeysi, kibernetik implantlar, yəni bunlar artıq doğrudan da elmi fantastika deyil də. Necə ki biz o Isaac Asimovun kitablarında, nə bilim bir 30 ilin, 40 ilin əvvəl elmi fantastik janrlardakı ədəbiyyat nümunələrində, televiziya sənətli filmlərində gördüyümüz bir çox şey, hansı ki elementar görüntülü danışmaq əvvəllər möcüzə görünürdü, amma indi reallıqdır. Amma burada bir məqam çıxır da, sosioloji baxımdan insan növü özünü fiziki və zehni cəhətdən dəyişdirməyə başlayanda insan anlayışının özü necə transformasiya keçirəcək? Baxın, insan anlayışının özü elə sivilizasiya anlayışı kimi geniş tərif verilməyə məhkum olmayan anlayışdır. Yəni sivilizasiyaya tərif verilmədiyi kimi insana da tərif vermək tam mahiyyət etibarıyla fəlsəfədə, nə sosiologiyada mümkün deyil. Ola bilər hər kəsin fərqli tərifləri olsun, amma vahid qəbul olunmuş varmı? İnsan nədir? Bəlli deyil. İnsanın hansı xüsusiyyəti əsasında biz bunun insan anlayışına daxil edirik? Mənəviyyat mı getməlidir? Danışıq mı getməlidir? Dünyagörüş mü getməlidir? Nə getməlidir? Hansı sərhədlər var insanın və bu nədən ibarətdir? Freydin bir yanaşması var, amma o da tərif demək. İnsan biopsixi sosial varlıq. Təbii, doğrudur. O sadəcə ümumi hamı qəbul edirmi ki onu? Qəbul etmir. Niyə? Çünki süni intellekt gələndən sonra günün bugünündə insanlara artıq bioçiplər yerləşdirilir. Biz hələ indi bundan danışırıq. Michio Kaku hələ 2000-ci illərdə Michio Kaku onu yazmışdı ki, insan beyin interfeysi. Biz onu oxuyanda hələ təzə tədqiqatçılar deyir ki, insan beyin interfeysi nədir? Amma Michio Kaku onun reallaşdığını görmüşdü və artıq qəbul etmişdi. Siz təsəvvür edin ki, hələ Michio Kaku yazırdı ki, insanlar artıq o həddə inkişaf ediblər ki, hələ 2006-cı ildən kosmosa lift çəkməyə çalışırlar. Təsəvvür edirsiniz və bunu reallaşdırmaq üzrə tədbirlər davam edir və eləməyə başlayıblar. Nə qədərsə çəkiblər olub. Siz təsəvvür edirsiniz, insan anlayışı bundan mı ölçülür? Onda gəlin ki, onda qəbul edək ki, texnoloji inkişafdan kənara qalan cəmiyyətlər insan anlayışına sığmır. Deməli bir konturları yoxdur. Bu konturlar ola bilər ki, Freud anlayışında o vaxt üçün şərh vermişdi, amma son 20-15 il ərzində insan anlayışına geniş şərh vermək mümkün deyil. İnsan nədir? İnsan sosial varlıqdırmı? Yaxşı, sosial varlıqdır. Sonda virtual məkanda biz sosial varlıq hesab olunmuruq. Sosial varlıq nədir? Müəyyən cəmiyyət daxilində biz birimizlə əlaqədə olmalıyıq. Virtual məkan bizim üçün bu sosial məkanı yaradırmı? Onda məkan anlayışı da dəyişməlidir. O baxımdan artıq böyük problem budur. Onu doğru vurğulayırsınız. İnsan anlayışının müəyyən sərhədlərini cızmaq mümkün deyil. Və bu biraz qorxuducu məqamdır. Biz bilmirik həqiqətən ki, insan bəlkə də o deyilən ideya doğrudur. İnsanlar ən yüksək səviyyədə inkişaf eləmiş robotlardır. Əgər həqiqətən bu ideya doğrudursa, onda biz özümüzdən qorxmalıyıq. Onda texnikadan qorxmalı deyirik. Texnika bizdən qorxmalıdır. Təbii texnika insan əməllərinə xidmət edir. Yəni insan texnikaya xidmət eləmir ki. İnsan texnikaya xidmət eləmir, amma bir şey var. Maraqlı bir məqam var. Heidegger qeyd eləyirdi ki, Reyn çayı üzərində körpü çəkiləndə körpünün nə olduğunu insanlar çayın üzərində çəkildiyi üçün bilmişdilər. Çəkicinin nə olduğunu istifadə edəndə bilirdilər. Texnika yaradılanda, robotlar yaradılanda məqsədlər nədən ibarət idi? Robotlar yaradılanda məqsəd o idi ki, bugün robotlar insanlarla bir də səhnədə rəqs eləsin? Yox. Bəli. Təbii. Gördüyünüz məqsədlər cızılmamış plan üzrə gedir və insanlar onun təbiətin prinsipi kimi qəbul etməliyik artıq. Çünki bizim istədiyimizin tam fərqli formaları baş verir. Robotlar bizim istədiyimiz deyil. İstehsal robotları bizim istədiyimiz kimi deyil. Nə qədər maşınlar istehsal olunur və geri çağırılır? Bu məqsəd odurmu ki, insanlara həqiqətən onu satsınlar, geri çağırsınlar? Yox. Elə Ford o vaxtı texnikanın ilk inkişaf elədiyi vaxtlarda nə etmişdi? Ford deməli istehsal prosesində daha çox avtomatikləşdirmə eləmişdi. İnsanların böyük əksəriyyətini işdən çıxarmışdı. Amma nə oldu? Fordun məqsədi insanları işdən çıxarmaq deyildi.
Fordun məqsədi daha çox qazanmaq idi, amma buna nail olmaq imkanlarını əldən itirmişdi. Niyə? Çünki işçiləri işdən çıxardandan sonra böyük inqilablar baş verdi. Ondan əvvələ gedirəm 17-ci, 18-ci əsrdə Luddizm hərəkatı yarandı. İnsanlar gördü ki, texnika onların üzərinə gəlir, başladı texnikanı vurub qırmağa. Nə baş verdi? Əslində texnika daha da irəlilədi. Qarşısında Luddizm hərəkatı çökdü. Nəticə əldə edə bilmədi. O baxımdan hər hansı bir fikir demək sadəcə bizim üçün bir asılqan ideya kimi qalır. Biz onu konkretləşdirə bilmirik. Rəvan bəy, sonuncu 2 sualım var və verilişimizin vaxtı yekunlaşıb əslində. Birinci sualım odur ki, texnogen sivilizasiyanın gələcəyin bütün bu dediklərimizi ümumiləşdirsək, sizin üçün bayaq vurğuladığınız, yəni qorxulumu görünür? Və ikinci sualı verim, elə geniş cavablandırın, yekunlaşdıraq. Niyə texnikanın inkişafı ətrafında bir əcinli obrazı yaradılmağa çalışır və burada təkcə belə deyək də müxtəlif sosial media fenomenləri, yəni qlobal anlamda iştirak eləmir. Çox ciddi media orqanları, kütləvi informasiya vasitələri, nə bilim, hətta bilirsiniz də bununla bağlı indi filmlər də çəkilir ki, Android artıq sistem olaraq insanları həbs edir, nə bilim, robotlar artıq insanları idarə etməyə başlayır və s. Bu sahənin araşdırmacısı kimi, bir fəlsəfəşünas kimi, sosioloq kimi deyilənləri ümumiləşdirsək, bu 2 sualla bir qədər geniş cavabla yekunlaşdırmağınızı rica edirəm. Buyurun. İndiyə kimi sizdən başqa bu məsələni vurğulayan olmayıb. Təşəkkür edirəm. Ona görə ki, doğru vurğuluyorsunuz. Hamı optimist yanaşmağa çalışmır məsələyə. O da nədən asılıdır? Hararidə belə bir fikir var. İnsanlar, homo sapienslər o qədər egolu idilər ki və o qədər gələcəyi düşünən idilər ki, bugün inkişaf edib homo sapiens qalmağının səbəbkarı odur. Harari deyirdi ki, neandertalların tapdıqlarını olduğu yerdə yeyirdilər, sabaha fikirləşmirdilər və onlar üçün yaşam məkanlarına ehtiyac yox idi. Amma homo sapienslər tapdıqlarını yemirdilər, sabaha da saxlayırdılar, toxumlarını əkirdilər. Homo sapiens egolu idi. O özündən daha yaxşı bir varlığın yaranmasını heç vaxt qəbul edə bilmirdi. İndi məşhur filosoflar deyirlər ki, dünyada yaşayan sonuncu homo sapienslər bizik. Bilirsiniz bunu niyə deyirlər? Onlar fizika əslində hesablayıb ki, dünyanın dağılması üçün müəyyən müddət tələb olunur, günəş enerjisi bitməlidir və s. Amma artıq müasir filosoflar onu düşünə bilmirlər. Artıq o qədər çox insanda homo sapiens egosu var ki, onlar daha güclü varlıq yarananda qorxuya düşürlər. Amma nəzərə alın ki, nəzərə alsaq ki, bir 20 il sonraki insanlar, artıq nəsil dəyişir və o nəsil də həqiqətən ki, düşünsə ki, bizdən daha yaxşı egolu varlıq yaranmasın, bizdən daha egolu demək, daha yaxşı güclü varlıq yaranmasın, imkanları bizdən güclü olmasın ki, güclü deyil ha. Sadəcə insanın egosu özündən o tərəfə heç nəyi sığışdırmır. Təbii. Robotlar bizdən güclü deyil təbii ki. Müəyyən nöqtədə bizim bir enter düyməmizə bağlıdır. Doğrudurmu? Süni intellekt də bizdən asılı deyil. Söndürdü, qurtardı, getdi. Yaxşı, hər şeyin başında enerji durur. Əgər enerji yoxdursa, onda hər şey qurtardı, getdi. Deməli, insan üçün insan özü üçün çalışır ki, müəyyən çatışmazlıq yaratsın ki, özündən daha yaxşı imkanlara malik varlıqlara yetişməsin. Homo sapiensin xüsusiyyəti budur. Ümumiyyətlə insan xüsusiyyəti olaraq. O baxımdan, amma bir şey var, nə qədər çalışsalar belə, müəyyən nöqtədə öz imkanları nəyəsə çatmayanda başqasının imkanları, başqası dediyimiz başqa varlıqların imkanlarından istifadə etmək marağındadılar. Bir dənə haşiyəyə çıxıram. İnsanlar deyir fala baxmır. Düzdürmü? Ağıllı insanlar fala, amma imkanlar bir nöqtədə dayananda qaçırlar. Qaçırlar. Dünyada dinlə bağlı spekulativ məqamlar var. Hamı dindən danışır, amma son nöqtədə dara düşəndə ya xristianlar kilsədə öz dualarını riyazi edir, Tanrıdan dua istəyir, ya da ki, digər din sahibləri öz tanrılarından və yaxud da ki, nədir? İnsanlar həmişə müəyyən imkansızlıq şəraitində, nəyisə bacarmadığı şəraitdə daha yaxşı imkanlara malik varlıqlar axtarırlar. Təşəkkür edirəm Rəvan bəy, çox sağ olun. Təşəkkür edirəm. Xatırladım ki, bugün arxa planda mənim qonağım tanınmış sosioloq, fəlsəfəşünas Rəvan Əliyev idi. Biz texnogen sivilizasiya haqqında maraqlı bir söhbət apardıq. Amma dediyim kimi, fəlsəfə və eyni zamanda gələcəyin dünyası ilə bağlı müzakirələrimiz, təxminlərimiz bundan sonra da davam edəcək. Sağ olun, salamat qalın.